Deməli, biz keçən dəfəsində Səfəvilərin Ərdəbil hakimliyi haqqında məlumat əldə etmişdik. Bəli. Və deməli, Səfəvilərin Ərdəbil hakimliyi haqqında danışanda orada deməli, Səfəvilərin Ərdəbil hakimliyinə aid olan bir sıra döyüşləri bildik. Məsələn, hansı döyüşləri idi orada? Malatya döyüşü, Otlukbeli döyüşü, Qoyunluhisar döyüşü, bəli, bu döyüşləri bildik. Məsələn, deyək ki, Şahdağ döyüşü vardı. Sonra Qoyunluhisar döyüşü o Qoyunlara aiddir. Səfəvilərin Ərdəbil hakimliyinə aiddir. Samur Çayhisarına döyüş. Sonra Samur Çayhisar döyüşündən sonra Şahdağ döyüşü. Sonra Şəməsi döyüşü. Şərrur döyüşü, Cabanı döyüşü. Bunlar Səfəvilərin Ərdəbil hakimliyinə aid olan döyüşlərdir. İndi isə keçirik Səfəvilər dövlətinin yaranması ilə bağlı. Deməli, Şah İsmail Şərrur döyüşündən sonra Əlvənd Mirzə üzərinə qələbə qazanır. Və bundan sonra Əlvənd Mirzə üzərində qələbə qazanır. Ondan sonra dövlətin əsasını qoyur. Dövlətin əsası nə vaxt qoyulmuşdu? 1501-ci ildə. Bəli, 1501-ci ilin payızında paytaxt şəhəri hansı idi? Təbriz. Bəli. Paytaxtı Təbriz idi və deməli, dövlətin əsasını qoyduqdan sonra Şah 1-ci İsmail adı ilə o hakimiyyətə gəlir və ondan sonra Ağqoyunlularla müharibə aparır. Ağqoyunların ikinci qollu, məsələn, o zaman kim üzərində müharibə aparır? İkinci qolunu məğlubiyyətə uğradır. O zaman birinci Murad üzərində məsələn üçün müharibə aparır. O hansı döyüş idi? O hansı döyüşündə 1510-cu ildə Şərrur döyüşündə. 1510 deyildi. O 1503-cü ildə Almabulağı döyüşü idi. Bəli, Almabulağı döyüşündə demək 12 millik ordu ilə 75 millik orduya qarşı çıxmışdı da. Almabulağı döyüşündə qələbə qazanıb Muradı məğlubiyyətə uğradır və beləliklə Ağqoyunlu dövlətini süquta uğradır. Ağqoyunlu dövlətini süquta uğratmaqla hansı əraziləri əldə edir? Hansı əraziləri, demək, Xorasana qədər, Diyarbəkirdən Xorasana qədər olan əraziləri tutur da? Yox, Xorasana və imperiya və böyük bir imperiya, məsələn, Ərəb İraqını tutur, Əcəm İraqı, Fars, Kirman, Xorasana qədər olan ərazilərə yiyələnir. Ondan sonra təbii ki, Xorasanı da tutmaq istəyirdi. Xorasanı tutmaq üçün o hansı dövlətlə müharibə aparır? Xorasan hansı dövlətlə müharibə? Özbək dövləti. Özbək. Şeybanilər dövlətinə müharibə. Özbəklərlə müharibə. Şeybanilər dövlətinə. Özdə Şeybani xana qarşı müəyyən bir taktikadan istifadə eləyir. Məsələn, hansı taktikadan istifadə eləyir? Müəyyən bir taktikadan. Necə? Geri çəkilir özü. Yəni və Şeybani qoşununu təqib eləyir. Və nəticədə o hansı ərazidə döyüş baş verir onlar arasında? Demək, onların arasında 1510-cu ildə baş verir də döyüş. 1510-cu ildə hansı döyüş baş verir? Şərrur döyüşü. Şərrur döyüşü 1501-ci ildə idi. 1510-cu ildə hansı döyüş idi o? Mərv döyüşüdür. Mərv döyüşünün nəticəsi nə oldu? Mərv döyüşünün nəticəsində demək Şah İsmail qalib gəlir. Bəli, Şah İsmail qələbə qazanır və Xorasanı ələ keçirmiş olur. Xorasanı ələ keçirir. Ondan sonra belə deyək ki, Xorasanı ələ keçirdikdən sonra böyük bir ərazini böyük bir imperatorluğa çevrilir. Ərazi daha da genişlənir. Bəli, ərazi imperatorluğa çevrilir. Daha da genişlənir. Səfəvi Osmanlı müharibələrində vermişdi də, elə deyilmi? Səfəvi Osmanlı müharibələrini öyrənə bilməmişəm. Bir dənə mövzu öyrənmişdin? Bəli, bir də testləri yazmışdım. Səfəvilər dövlətində deməli birinci yerdə kimdir? Birinci yerdə hökmdardır da. Yəni birinci yerdə şahdır. Şah, yəni belə deyək ki, o vaxtları Səfəvilər qeyri-məhdud hakimiyyətə malikdir də şah. Qeyri-məhdud. İkinci yerdə kimdir? İkinci yerdə Əmirül Ümaradır da.
Ali Baş Komandan. İkinci yerdə vəkildir. Vəkil nəyə başlıq eləyir? Vəkil demək şeydir, adı nədir? Hökmdarın müavinidir vəkil. Bəli, dini və dünyəvi işlər üzrə müavinidir. Üçüncü yerdə gəlir Əmir əl-Üməra. Bu nədir? Bəli, o da bildiyimiz kimi demək ordunda baş komandandır və əmirlər əmiri adlandırır. Əmirlər əmiri. Dördüncü yerdə kimlidir? Dördüncü yerdə Vəzir dördüncü yerdə deməli, dördüncü yerdə isə baş vəzirdir. baş vəzir. nəyə baxır? Baş vəzir də maliyyə işlərinə baxır da. Həm maliyyə işlərinə baxır, həm məsələn deyək ki, xarici və daxili işlərə nəzarət edir. O mühürdar vəzifəsində idi. Ondan sonra sədr vardı orada. Sədr nədir? Sədr dini idarələrin başçısıdır. Yəni sədr bəli. Ondan sonra deməli digər hansı çərik nə idi? Qorçubaşı nədir? Daha doğrusu qorçubaşı. Qolçubaşı demək o elaflardan yığılan atlı dəstələrdir. Qorçubaşı çərik adlanan qoşun yaradılmış da, onun rəhbəri Qorçubaşıdır. Darğa nə idi? Darğa elə bil ki, nəzarət edirdi də bölgələrə, səhv eləmiş. Polis Şəhərlərə nəzarət edirdi. Asayişi qoruyurdu. Asayişi qorucusu. Sonra kələntər kim edirdilər? Kələntər şəhər böyüyünə. Kələntər şəhərləri idarə edirdi. Bəs kəndləri kim idarə edirdi? Şəhərləri kəndxuda. Kəndləri kəndxudalar idarə edirdi. Mahalları kim idarə edirdi? Naiblər. Mahalların naiblər. Mahalları 16-cı əsrdə naiblərdir. 17-ci əsrdə kim idi? 17-ci əsrdə demək 16-cı əsrdə naiblər olub, 17-ci əsrdə isə qolbəylər idarə edirdi. bəli, Qoybəlilər demək o Bəylərbəyli tərəfindən qoyulurdu da. Bəylərbəyi kim tərəfindən təyin olunur? Bəylərbəylər hansı işə nəzarət edirdilər? Bəylərbəylər ailə yadından çıxdı. Deməli, Səfəvilər dövlətinin neçə bəylərbəyliyi vardı? 5 dənə bəylərbəyliyi var da. 5 dənə yoxsa 4 dənə? 4 dənə. Hansıdır? Demək, Şirvan bəylərbəyliyi idi. Aha. Qarabağ bəylərbəyliyi idi. Aha. İrəvan bəylərbəyliyi idi. İrəvan Çuxursəd bəylərbəyi. Kürşad bəylərbəyliyi bir dənə də hansı idi? Təbriz bəylərbəyi. Deməli, Təbriz bəylərbəyinin Təbriz mərkəzi bəylərbəyi. hansı idi? Təbriz, Təbrizdir. Qarabağda Gəncə, Gəncə, sonra Şirvan, Şamaxı, Şamaxı, Çuxursəd bəylərbəyinin mərkəzi isə İrəvan idi. bəli, Çuxursəd bəylərbəyinin mərkəzi isə İrəvan şəhəri olub. Deməli, bəylərbəylər hansı işə nəzarət edirdilər? Onlar nəzarət edir. Hansı işə? Yəni, bəylərbəyliklər, məsələn, həm qoşun toplayırdılar burada, həm də vergi yığırdılar. Məsələn, vilayətlərdən. Onlar şah tərəfindən seçilirdilər və vilayətlərdən həm qoşun toplayırdılar, həm də vergi işinə nəzarət edirdilər. Və bu xüsusiyyətlərə görə bəylərbəylər seçilirdi. Bəylərbəylikdə vəzir də hansı işinə rəhbərlik edirdi? Bəylərbəydə vəzir. Vəzir demək 12 nəfərdən ibarət ali məşvərətçi orqandır da. Vəzir məşvərətçi orqan deyildi. Vəzir, bəylərbəylikdə vəzirdə maliyyə işlərinə baxırdı. Məsələn, gəlmə çıxarır. Məşvərətçi orqan ali divandır. O ali divan. Ali divan. Ali divan nədir? Məşvərətçi orqandır. Sonra deməli bunlardan danışdıq. Digəri